Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Qopuz TV-də sizləri xoş gördük. Demək, bizim bugünkü mövzumuz bildiyiniz kimi son günlərdə bütün bu gündəmi zəbt etmiş təbiblə bağlı olacaq. Təbib olaylarıyla, təbibin keçmiş rəhbərliyi ilə sosial şəbəkələrdə paylanan paylaşımlar, ondan sonra orada yeyintilərlə bağlı və cinayət işi ilə bağlı, onların işdən azad edilməsi ilə bağlı bir çox məlumatlar, informasiyalar yayılmaqdadır. Ona görə də biz məcbur olduq ki, məsələ ilə bağlı həm İnsan Haqları Müdafiə Təşkilatı olaraq, həm Qopuz Media olaraq buna münasibət bildirək. Əziz millətim, əziz dostlarım, demək ki, bu ən əsasən bilirsiniz o rus demişkən, rus sözünü işlədəcəm, üzr istəyirəm, o ən səhiyyədə şiptilni məsələ, demək, burada bilirsiniz ki, doğum şöbələri ilə bağlıdır. Demək, doğum şöbələrindəki vəziyyət ən əsasən hal-hazırda sosial şəbəkələrdə gedir, orada alınan rüşvətlərlə bağlı, orada xəstələrlə, ana və uşaq ölümləri ilə bağlı bir çox məsələlər gedir orada və bilirsiniz, bu məsələlərin, bu paylaşımların olması pis şey deyil, yaxşı şeydir. Amma məsələ burasındadır ki, bunu paylaşanlar, bunu çəkib efirə verənlər elə adamlardır ki, elə insanlardır ki, bunların nə bunların o savadları çatır bu məsələ ilə bağlı nəsə ictimaiyyətə açıqlama verməyə, nə bunların məlumatları var həmin məsələlərlə bağlı. Sadəcə olaraq məqsədyönlü adamlardır ki, bunlar da həmin bu doğum şöbələrində, bu səhiyyə sistemində vəziyyəti öz istədikləri kimi deformasiya şəklinə çatıb, ictimaiyyətə çatdırıb gözdən salmaq niyyətləri. Mən buradan demirəm, hər şey gözəldir, hər şey yaxşıdır, hər şey yüksək səviyyədədir. Xeyr, əziz dostlar, bunu heç kim deyə bilməz. Çünki bu günləri bütün sahələrdə, bütün sənaye, istehsal sahələrində və digər sahələrdə olan problemlər kimi səhiyyəmizdə də problem var. Xəstəxanalarda da problem var. Bu problemləri də hamısı bir günə həll olunması şeydir. Müəyyən müddət lazımdır bunlara. Və yenə indi mən buradan deyirəm, mən heç kimi müdafiə etmirəm. İndi görəcəksiniz, müdafiə etmədiyimi, mən olanları sizə deyəcəm. Ən əsas məsələ hal-hazırda doğum şöbələrində keysəriyyə üsulu ilə dünyaya gələn uşaqların məsələsidir. Həmin o məsələlər artıq vüsət alıb, bilirsiniz ki, keysəriyyə pulla olunur, rüşvət alınırlar. Əyalət rayonlarında 300 manat, 400 manat, 600 manat, 800 manat keysəriyyədən pullar alır həkimlər. Və orada əməliyyat aparan həkimlərdən də əlavə digər orada tibb bacıları olur və yaxud da ki, digər o texniki işçilər olur. Hər birisi xəstə, yəni anadan pul alırlar, onun qohumların, ağrəbələrindən pul yığılır orada. Və bu məsələ tək bu gün deyil, artıq biz Azərbaycan milləti, Azərbaycanlılar olaraq bu hardasa 50 ildən, 60 ildən yuxarıdır, bəlkə də 100 ildir. 100 ildir ki, biz bu məsələ ilə bağlı xəstəxanalarda özümüz həkimlərə pullar veririk. Pullar veririk. Yəni 100 ildən də öncədən bu gedib dayanır ora. Biz həmişə bu məsələ ilə bağlı pul veririk, gah şirinlik deyirik bunun adına, gah buna axır ki, nəsə deyirik, bunu veririk. İndi məsələ ondadır ki, xəstəxanalarda elə bir həkimlər var ki, bunlar verilənlə qane olmurlar, onlar özlərinin, necə deyərlər, ara dilində tas qoyublar. Və başlayırlar həmin o tası tələb eləməyə. Və tələb eləyəndə də təbii ki, artıq etirazlar başlayır, narazılıqlar başlayır. Çünki həkimlər bilirsiniz ki, əmək haqqı alırlar, ondan əlavə icbari tibbi sığorta bonus verirdi bunlara hər xəstəyə görə. Amma bunun bütün bunların müqabilində bunlar rüşvət alırlar. İndi bizə bir sözlə deyim, həkimlər deyir ki, bonus alır. Axı həkimlər də
bonusu 4 ay, 5 aydan ala bilmirlər həkimlər. Bonus verilmir həkim. Bunlar quru maaşa qulluq elədiklərinə görə. Mən şəxsən özüm hesab edirəm ki, və bir çox həkimlərlə danışmışam, belə qərara gəlmişəm ki, onların bonusları verilsə, həmin bu rüşvətin xeyli qarşısı alınar. Bu rüşvət dediyimiz. Əslində bilirsiniz necədir? Sizə bir söz deyim. Mən şəxsən özüm, həkimə verdiyim pulu rüşvət hesab etmirəm. Hə, yenə deyirəm, bayaqçı kimi, əgər həkim öz tasını qoysa, dirənib dursa ki, mənə bu qədər verirsə, bu başqa məsələ. Şəxsən mən bir neçə xəstəliyim var, bütün müalicələrimi və dərmanlarımı Şirvan şəhərində müalicə olunan, dərmanlarımı oradan alıram. Məndən heç kim nə pul istəyib, nə də dərman pulu istəyib. İndi burada bəziləri mənə deyir ki, sizi tanıyırlar, qorxurlar, ona görə istəmirlər. Yox, söhbət qorxudan getmir. Əgər elə bir şey varsa, ona hamıdan istəyəcəklər. Qorxu falan olmayacaq. İndi ola bilsin ki, bəziləri haqqın hüququnu bilmir, hansısa həkim bundan istifadə eləyir. Biz bunların qarşısını almalıyıq. Bu keysəriyyə məsələsi çox böyük vüsət alıb. Çünki təbii yolla artıq anaların olmurlar. Təsəvvür eləyin ki, haradasa 100 anadan 5-i onu təbii yolla dünyaya uşaq gətirə bilirlər. Qalan hamısı keysəriyyəyə. Mən soruşdum bir nəfərdən, demək onun dedi ki, mənim gəlinimi aparıb doğum şöbəsinin müdiri çıxarıb tərəziyə çıxandan sonra deyib ki, sən təbii yolla dünyaya uşaq gətirə bilməzsən, mütləq keysər olmalısan və bundan 800 manat pul tələb eləyib. Bunlar olur. Mən demirəm olmayıb, bunlar var. Amma bizim mübarizəmiz bunlarla olacaq. Şəxsən mən İnsan Hüquqları Müdafiə Təşkilatının rəhbəri olaraq, eyni zamanda Qopuz Media olaraq biz sabah iş gününə xəstəxanalara, bir çox xəstəxanalara, əyalət rayon xəstəxanalarına sorğu göndərəcəyik bununla bağlı. Son 3 ildə olan keysəriyyə nə qədər olub, kimlər olub, səbəbləri nə olub və onların ünvanları. Biz bu sorğunu tələb edəcəyik. Mən buradan bütün o xəstəxana direktorlarına nəzərimi çatdıram. Əsasən bizim sorğularımız göndəriləcək Cənub bölgəsinə və Aran zonasına. Mən buradan onların hər birisinə, əgər baxırlarsa buradan müraciət edib deyirəm ki, heç də bizim başımızı aldadacaq, bizi yola verəcək cavablar yazmayın. Çünki bütün hallarda sizin bizə verdiyiniz cavablar, biz onu hüquq mühafizə orqanlarına göndərəcək, onun təhlilindən ötürü, onun təsdiqindən ötürü. Onu biləsiniz ki, bizə verdiyiniz cavabı biz baş prokurorluğa rəsmən göndərəcək. Baxmayaraq nə cavab versəniz, bütün cavablarınız hansı formada verirsinizsə verin, biz onu baş prokurorluğa göndərəcək həmin cavabların yoxlanılması üçün. Əgər biləsiniz də, bizi qane etməyən cavab göndərsəniz, bizim hüququmuz var, sizi məhkəmələrə verdiyə, cərimə elətdirək. Yəni bunu biləsiniz. Bizimlə də heç kim də oyun oynamasın. Mən Hüquq Müdafiə Təşkilatının rəhbəriyəm, Azad İskəndərli, artıq 30 ilə yaxındır. Mən hər şeyi də bilirəm. Mən hüquq müdafiəçisi kimi İnsan Haqları Müdafiə Təşkilatının rəhbəri olaraq mənim işimə mane törədəcəksinizsə, bizə kömək etməyəcəksinizsə, həmin idarənin rəhbərinin işdən çıxarılması ilə bağlı biz bütün o yuxarı instansiyalarda məsələ qaldıracaq və dərhal da onun icra olunmasını tələb edəcək. Bugün Cənab Prezident İlham Əliyevin apardığı siyasəti hər birimiz borcluq müdafiə etməyə, onun göstəriş və tapşırıqlarını yerinə yetirməliyik. Və biz də bununla bağlı nəzərinizə bir daha çatdırıq ki, əgər
bizim cənab prezidentin tapşırıq və göstərişlərini kimsə doğru dürüst yerinə yetirməsə, bununla bağlı biz yenə də müraciət edəcəyik yuxarı instansiyalara. Bizim vəzifəmiz dövlətimizi, dövlətçiliyimizi qorumaqdır, vətənə, millətə xidmətdir. Çox sağ olun, təşəkkür edirəm. Sizinlə Qopuz Media Qrupunun rəhbəri Azad İskəndərlidir.